عالي 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 عالي. بسم الله الرحمن الرحيم. ربي اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. أوصيكم عباد الله ونفسي بتقوى الله. İnşallah mühterem cemaatimiz size ve özüme ilahi nimet olan təqvalı olmağı tövsiyə edirəm. Allah bizləri təqvalardan qərar versin inşallah. Rəcəbin 13-ü Hz. Əli əleyhissalamın, İmam Əli əleyhissalamın mövlud günləri idi ki, bilirsiniz dünyanın bir çox yerlərində, o cümlədən də Azərbaycanımızda, Sumqayıtımızda, bizim məscidimizdə də Hz. Əli əleyhissalamın mövlud günü qeyd olundu, keçirildi və bugünkü gün cümə günü olmaqla bərabər bugünün daha axşamı təqvimlərimizin bəzilərində xanım Zeynəb salamullah əleyhanın şəhadət günü kimi qeyd olunur. Bugün iki böyük bir varlıqdan, həm Hz. Əli əleyhissalamdan, İmam Əli əleyhissalamdan, həm xanım Zeynəb salamullah əleyhadan bildiyimizdən bacardığımız qədər sizin nəzər diqqətinizə çatdırmaq istəyirik. Hər dəfə İmam Əli əleyhissalamdan, Hz. Əli əleyhissalamdan söhbət edərkən o varlıq haqqında danışmaq, danışan natiqlər, yazan yazarlar ki, Hz. Əli əleyhissalam mövzusuna toxunanda özlərində o ləyaqəti görmədiklərini deyiblər. O cümlədən də biz də məsumlar haqqında danışanda çox çətinlik çəkirik, əziyyət çəkirik. Çünki ona elmimiz yol vermir. Amma bir varlıq ki, onu Allah tərif edir, onu Peyğəmbər tərif edir, o varlıq haqqında danışmaq, o varlıq haqqında eşitmək insana şərəf gətirər. Hz. Əli əleyhissalam haqqında danışmaq, Hz. Əli əleyhissalam haqqında eşitmək, Hz. Əli əleyhissalamın adını tutmaq, dilə gətirmək, Əli adı zikr etmək, bütün bunlar insana savab gətirən amillərdən biridir. Ola bilər bir insan Əli əleyhissalam haqqında danışa bilməsin, amma danışanı eşidirsə, o da o savabın sahibi olur. Əgər Əli əleyhissalam haqqında eşitmirsə və yaxud Əli əleyhissalam haqqında danışa bilmirsə, bir İmam Əli adını zikr etmək o insana savab gətirər. Ki, bəhslərimiz əsasında demişik ki, Hz. Əli əleyhissalamın həyatına baxdıqda doğumundan ta şəhadətinə, tarixdə, bəşər tarixində yeganə varlıqdır. Bəzən biz bunu deyəndə yeganə varlıq, bəziləri deyirlər ki, siz Əlini Peyğəmbərlərdən üstün tutursunuz. Məsələ üstün tutmaqda deyil. Doğum nöqteyi nəzərdə ki, Allah evində dünyaya gələcək, gəlmiş və ya bundan sonra gələcək ikinci bir varlıq, tarix bunu göstərmir. Əgər olsaydı, Əlini sevməyənlər, Əliyə düşmən kəsilənlər, Əlinin o fəzilətlərini görmək istəməyənlər çoxdandır bunun haqqında kitab yazardılar. Tarixdə, bəşər tarixində yeganə varlıqdır ki, Kəbə evində dünyaya gəlir, o da Hz. Əli əleyhissalamdır. Əlinin doğumu və Əlinin o Peyğəmbər kimi bir şəxsiyyətin dizləri üstə, evində, ailəsində tərbiyə alması və Hz. Əli əleyhissalamın Peyğəmbərə hələ uşaq ikən, əgər biz deyirik uşaq, bəzi tarixlərdə 11 yaş göstərilib, hətta buyurulub ki, Hz. əleyhissalam artıq 11 yaşında, həddi buluq yaşında idi. Belə tarix deyənlər də var. Hətta uşaq olsa belə, əgər 8 yaş deyirlər, 9, 10 yaş deyirlər, fərq etməz. O yaşında belə Hz. Əli əleyhissalam Peyğəmbərə Xədicə Kübra salamullah əleyhadan sonra ilk iman gətirən şəxs olur. Bu bir mənalı, bunlar Hz. Əleyhissalamın uşaqlıq dövrü. Və sonradan Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir yerdə, bütün hadisələrdə, bütün söhbətlərdə, bütün mövzularda birinci Hz. Əleyhissalamdır. Hz. Əleyhissalam haqqında Peyğəmbərimiz buyurub ki, mən elmin şəhəriyəm, Əli o şəhərin qapısıdır. Məşhur bir hədisdir. Yəni biz
elm haqqında danışanda Qur'an necə bizə buyurur ki, iqra, oxu, elmi bizə çatdırır. Həzrət Əli əleyhissalamın həyatına da baxanda görürük ki, bu varlıq necə böyük bir alim olub, necə böyük bir elm sahibi olub, necə böyük bir duha olub, necə böyük bir filosof olub. Həzrət Əli əleyhissalamın özü buyurur ki, nə qədər ki mən sizin aranızdayam, nə qədər ki məni itirməmisiniz, məndən soruşun. Bütün bunlara rəğmən, yəni Həzrət Əli əleyhissalam haqqında bu cür təriflər deyilməyinə baxmayaraq, Allah onu tərif edir, mələklər onu tərif edir, Qur'an onu tərif edir, Peyğəmbər Rəsulullah sallallahu aleyhi və səlləm və imamlar, məsumlar, ariflər Həzrət Əlini tərif edir, hətta Həzrət Əlini sevməyənlər, hətta Həzrət Əleyhissalama düşmən kəsilənlər belə, onlar da Həzrət Əleyhissalamın elmi qarşısında acizdirlər. Bu acizliyə baxmayaraq, Həzrət Əleyhissalam, baxın diqqət edin, özü ki Həzrət Əleyhissalama elminə tərif edən bu qədər varlıqların müqabilində Həzrət Əleyhissalam özü öz haqqında buyurur ki, mənim bilmədiklərimi ayağımın altına yığsalar başımıza göylərə deyər. Mövzular çoxdur. İnsan Əli əleyhissalam haqqında danışanda bilmirsən Əlinin ibadətindən danışasan, bilmirsən Əlinin şücaətindən danışasan, bilmirsən Əlinin doğumundan danışasan, bilmirsən Əlinin şəhadətindən danışasan. Hansı mövzuya toxunursan, kitabları oxuduqca görürsən, o mövzunun içindən mövzu çıxır. Necə ki, Həzrət Əleyhissalam buyurur ki, nə qədər məni itirməmisiniz, sizin aranızdayam, məndən soruşun, çox vaxtlar olub. Xristiyanlar, Yəhudilər, başqa din mənsubları gəliblər, Həzrət Əli əleyhissalamdan sual ediblər ki, Əli əleyhissalamın elmin bir daha yoxlamaqdan ötürü, bir daha yəqinlik əldə etməkdən ötürü. Hansı ki, kitablarda yazılıb ki, 4 xristiyan alim ayrı-ayrılıqda eyni sualı ki, Həzrət Əli əleyhissalama vermək istəyirlər və deyirlər ki, əgər Həzrət Əli bu sualların, verdiyimiz sualların hamısına eyni cavab versə, bil ki, elmi də naqisdir. Birinci xristiyan alim Həzrət Əli əleyhissalama sual edir. Mal, var, dövlət toplamaq əfsəldir, yoxsa elm öyrənmək, elm toplamaq əfsəldir? Həzrət Əli əleyhissalam birincinin cavabında buyurur, elmi toplamaq əfsəldir. Çünki malı, varı, dövləti sərf edərsən, xərc edərsən, o azalar. Amma elmi sərf etdikcə çoxalar. Həmən xristiyan alim çıxır, ikinci xristiyan alim daxil olur. Həzrət Əli əleyhissalama sual edir, mal, var, dövlət toplamaq əfsəldir, yoxsa elmi toplamaq, elmi öyrənmək əfsəldir? O ikinci şəxsə Həzrət Əleyhissalam yenə cavabında buyurur ki, elmi toplamaq əfsəldir. Çünki buyurur ki, elm öz sahibini qoruyar, hifz edər, mal, var, dövlət sahibi isə gərək öz malın, varın, dövlətini hifz edəsin. Üçüncü xristiyan alim gəlir, Həzrət Əleyhissalamın yanına daxil olur, eyni sualı verir ki, mal, dövlət toplamaq əfsəldir, yoxsa elmi toplamaq? Həzrət Əleyhissalam buyurur ki, elm cəm edənin təvazükarlığı çoxalar, mal cəm edənin təkəbbürçülüyü çoxalar. Bir insan ki, elmi çoxalar, o insan təvazükar olar, təkəbbürçülük eləməz. Amma bir insanın ki, malı, varı, dövləti çoxaldı, sərvəti çoxaldı, başlayar mal, dövlət, sərvət o insanda təkəbbürçülük yaratmağa. Dördüncü xristiyan alim yenə gəlir, Həzrət Əleyhissalama sual edir ki, elmi toplamaq əfsəldir, yoxsa mal, var, dövlət toplamaq? Yenə Həzrət Əleyhissalam dördüncüsündən də cavab buyurur ki, elm toplamaq əfsəldir. Çünki buyurur ki, elmi çox olanın, elmi cəm edənin, elm sahibinin dostu çox olar, mal, var, dövlət sahibinin, qardaşlar, düşməni çox olar. Bir gün Həzrət Əleyhissalam əyləşmişdi, biriləri gəlir Həzrət Əleyhissalama sual edirlər ki, bizim sənə 4 sualımız var. İstəyirik ki, 4 şeyi səndən soruşar, 4 sual səndən soruşar. Həzrət Əleyhissalam deyir, 4 yox, istəyirsiniz 40 sual soruşun. Həzrət Əleyhissalamdan sual edirlər ki, vacib nədir, daha vacib nədir? Təəccüblü nədir, daha təəccüblü nədir? Yaxın nədir, daha yaxın nədir? Çətin nədir, daha çətin nədir? Həzrət Əleyhissalam o sual verənin
sualının nöqtəsini qoymamışdan öncə buyurur ki, vacib olan Allaha itaət etməkdir, insanın Allahı tanımağıdır, Allaha ibadət itaətdə olmaqdır. Allaha ibadət itaətdən daha vacib insanın Allah qarşısında günahdan çəkinməsidir. Bir insan ola bilər, Allaha ibadət, itaət eləsin, amma bu yandan ki, günah edər, o onun zəifliyi olar. Həzrət buyurur ki, Allaha itaət vacibdir, amma günahdan çəkinmək daha vacibdir. İkinci şəxs ki, soruşur ki, Həzrət Əleyhisselamdan təəccüblü nədir, daha təəccüblü nədir? Həzrət buyurur ki, təəccüblü bu dünyadır. Dünya çox təəccüblüdür. Hansı ki, Mövla-i Müttəqiyan dünya haqqında bir neçə dəfə cavabları olub ki, biri də budur ki, dünyaya Həzrət Əleyhisselam 3 dəfə talaq verib. Bir yerdə buyurur ki, Həzrət Əleyhisselam buyurur ki, dünya mənim gözümdə dişi keçinin ağzından axan su qədər də yoxdur. Həzrət Əleyhisselam buyurur ki, dünya təəccüblüdür, amma dünyanı sevmək, insanların dünyaya bağlanmağı, dünyanı istəmələri bu daha təəccüblüdür. İnsan dünyanı bu qədər niyə sevir? Hansı ki, bu dünya fanidir, keçəridir. İnsan bu dünyada yaşayır, ahirət dünyasını əldə eləmək üçün. Həzrət buyurur, dünya təəccüblüdür, amma dünyadan da təəccüblü insanın dünyanı sevməsidir. Və Həzrət Əleyhisselama sual verən insan ki, yaxın nədir, daha yaxın nədir? Həzrət buyurur, qiyamət günü yaxındır. Amma ölüm qiyamət günündən də yaxındır. Hamımız bilirik ki, ölüm yaxındır. Amma ölümə kim nə qədər hazırdır? Yenə Həzrət Əleyhisselam buyurur ki, o gün Mövludda da qeyd olundu ki, Həzrət Əleyhisselamın hədisidir. İnsanlar yatıblar, öləndə ayılacaqlar. Bu da Həzrətin üçüncü, yəni yaxından daha yaxın nədir? Dördüncü Həzrətə sual edən buyurur ki, çətin nədir, daha çətin nədir? Həzrət buyurur ki, biz bəzən bəzi işlərimizi çətin bilirik. Kiminin bir balaca maddi sıxıntısı olur, xəstəsi olur, bir ağlayan yeri olur, bir narahat edən yeri olur. Balaca bir narahatçılığımız olur, keçəri bir narahatçılığımızı özümüz üçün çətin bilirik. Amma Həzrət Əleyhisselam buyurur ki, çətin qəbr evidir. Çünki o qəbr evinə gedən ilk gecə çox çətinliklərlə üzləşir. Hətta alimlər, övliyalar belə o qəbr evinin ilk gecəsindən çox narahat olublar. Amma Həzrət buyurur ki, qəbr evi çətindir, amma o qəbr evinə azuqəsiz getmək, əməlsiz getmək, o daha çətindir. Ölüm şərbətin hamı dadacaq. İndi o qəbr evinə getmək, o bir qarış torpaq ki deyirlər, bir qədər torpaq ki deyirlər, insanın qismətidir. Bəzilərinə baxırıq, görürük, o da qismət olmur. Amma insan ki qəbr evinə qoyuldu, qəbrə, torpağa tapşırıldı, artıq o qəbirstanlıqdan onun yaxınları, əzizləri hamısı gedir, ondan qalan kim olur dəyərli qardaşlar? Onun əməlləri, əgər namazı varsa, əgər orucu varsa, əgər zəkatı varsa, əgər xumsu varsa, əmr-i bimərfu, nəhy-əz münkər bu kimi ibadətləri varsa, xoş onun halına deyir, o həmən günü o insanın üzərindən nur saçar, o qaranlıq yerdə ona bir yol görsədər. Vay o gündən ki, insanda bunlar olmasın. Çünki o insan ki bu dünyaya bağlandı və yaxud dünyadakılara bağlandı və fikirləşmir ki bir gün öldüm, bu dünya və dünyadakılar müvəqqətidir. Bunlar gedəcək, insanla qalan onun əməlidir. Odur, hədislərdə buyurur ki, insanın dostu üçdür, biri onun malı, varı, dövləti, pulu, evi, eşiği, maşınıdır ki onun dostluğu hara kimidir? Ruh bədəndən çıxdı, insan ki qaldı cisim, daha hərəkət eləyə bilmir, onda mal və dövlətin ona heç xəsi xeyir olmayacaq. İkincisi dostlarıdır, qohum, əqraba, qardaş, tanış və s. ki aparırlar, onu dəfn edirlər, onların da dostluğu 3, 7, 4 cümə axşamı, il, ondan o yana keçmir. Və dördüncü insanın əbədi dostu, bütün insanlar bunu bilməlidir ki, o insanın özündən sonra qoyduğu xeyir əməldir. Elədiyi əməllərdir. Həzrət Əli Aleyhisselam buyurur ki, hədisində, hər insanın dəyəri, qiyməti onun etdiyi yaxşılıqlardan asılıdır. Bir insanın dəyər qiymətini bilmək istəyirsə, bax gör o hansı yaxşılıqlar sahibidir.
nə qədər yaxşılıq edir. Və Həzrət Əli əleyhissalam dövrünün həm alimi idi, həm abidi idi, həm qazisi idi, həm hakimi idi, həm həkimi idi, həm təbibi idi, həm loğmanı idi. Elə tibbidən danışarkən, bugün məsəl üçün insanlar var, gediblər tibbi oxuyublar, amma tibbi sahədə bir nailiyyət əldə edə bilmirlər. Həzrət Əli əleyhissalamın tibb haqqında dediyi hədislər Qur'andan götürülüb, Peyğəmbər Rəsul Xudanın dilindən götürülüb. Qur'an buyurur ki, Allah israf edənləri sevməz. Yeyin, için, amma israf etməyin. Həzrət Əleyhisselamın oğlu İmam Həsənə vəsiyyətində, oğul, sənə 4 əməl öyrədirəm, heç vaxt həkimə möhtac olmayacaqsan. Həzrət İmam Həsən Əleyhisselama buyurur ki, acmamış süfrənin kənarında oturma. İnsan bəzən görürsən toxdur, elə hey yiyir. Qarın doyub, göz doymuyor. Bu da başqa bir mövzudur. Həzrət birinci buyurur ki, İmam Əli əleyhissalam oğlu İmam Həsənə buyurur ki, oğul, acmamış süfrənin kənarında oturma, əlini süfrəyə uzatma, yeməyə uzatma. İkincisi buyurur ki, doymamış əlini süfrədən çək. Yeməyi elə yeginən ki, gözün o yeməyin üzərində qalsın. Və üçüncüsü Həzrət buyurur ki, bu yeməyi ki, başladın yeməyə, yeməyi yaxşı-yaxşı çeynə ginə. Tez tələsi onu udma ginə, mədəyə əziyyət vermə. Və dördüncüsü Həzrət buyurur ki, yatmamışdan qabaq ayaq yoluna gedib özünü boşalt ginə. Bu 4 şeyə əməl edəsən, həkimə möhtac olmayacaqsan. Bunu biz hardan görürük? Peyğəmbər Resulullah sallallahu aleyhi və səlləmin həyatından. Həzrətin yanına Hindistandan bir həkim gəlir. Həzrət həmən həkimdən soruşur, istəyin nədir? Deyir, istəyirəm bir qədər qalım, sənin ətrafındakılara xidmət edim, dolanım. Dolanışıq üçün gəlmişəm bura, xidmət eləmək üçün gəlmişəm bura. 1 ay, 2 ay, 3 ay görür, heç kəs buna müraciət eləmir. Yəni Peyğəmbər və ətrafında olanlardan heç biri o həkimə müraciət eləmir. Həkim artıq dilə gəlir, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, burada mənə heç kəs müraciət eləmir. Mənə deyəsən ehtiyac yoxdur, burada həkimə ehtiyac yoxdur. Deyir, mənim ətrafımdaşlar sənə heç vaxt müraciət eləməzlər. Niyə? Həzrət buyurur ki, onlar acmamış əlini süfrəyə uzatmazlar, doymamış əlini süfrədən çəkərlər. Əli əleyhissalam qəzavət kürsüsündə bugün heç bir hakimin, heç bir məhkəmənin, heç bir ekspertin edə bilməyəcəyini Həzrət Əleyhissalam o dövrdə etmişdir. Hətta bu gün də görürsən ki, məhkəmələrdə, hakimlərdə, qəzavətdə, ekspertdə elə nöqsanlar ortaya çıxır ki, hansı ki texnikanın bu qədər inkişaf elədiyi bir dövrdə. Bir qəzavətində Həzrət Əli əleyhissalam bir gün keçir 2-ci xəlifənin dövründə. Görür ki, 5 nəfəri aparırlar həd vurmağa, şallaq vurmağa, cəzalandırmağa. Həzrət saxlayır onları aparan insanı. Deyir, nədir bunların günahı? Deyir, bunların 5-i də zina etmişdilər. Həzrət başlayır onların bir-bir onları dindirməyə. Baxır, görür ki, bunlardan biri başqa din mənsubudur, müsəlman deyil. İkincisi evli bir insandır. Üçüncüsü subaydır. Dördüncüsü quldur. Beşincisi dəlidir. Həzrət Əleyhisselam buyurur ki, bunların hamısının ayrı-ayrı cəzası var. Qur'anda bunların hamısının ayrı-ayrı qəzavəti var. Və başlayır Həzrət Əleyhisselam, o birincisi ki, qeyri-müsəlman idi, Həzrət Əleyhisselam buyurur ki, onun başın bədəndən ayrı. O ikincisi ki, müsəlman evli idi, Həzrət buyurur ki, onu daşqalaq edir. Üçüncüsü subay idi, dedi ki, ona 100 dənə şallaq vurun. Dördüncüsü ki, qul idi, Həzrət buyurdu ki, ona 50 dənə şallaq vurun. O beşincisi ki, dəli idi, Həzrət buyurdu ki, ona 1-2 dənəsini vursa kifayət edir. Budur Həzrət Əleyhisselamın qəzabəti və budur ikinci xəlifə dəfələrlə olub, birinci xəlifə, üçüncü xəlifə özləri buyururlar ki, əgər əli olmasaydı biz həlak olardıq. Həzrət Əleyhisselamın qəzavətlərindən biri tarixdə çox məşhurdur, sizlər də eşitmişsiniz moizələrdə. 2 ana gəlir, ikisi də oğul övladı iddiasına gəlirlər. Demək, analardan biri, hadisə tarixin qısa bir tarixçəsini sizə danışım ki, vaxt da çox gedir. Birinci Həzrət Əleyhisselamın yanına gələn xanım oğul övladı, o birisinin isə qız övladı. Demək, bu analardan birinin bir neçə qız övladı olur və əri, həyat yoldaşı deyib, əgər bu dəfə də qız övladı olsa, səni də öldürəcəm, qızı da.
ana qorxusundan onunla eyni dövrdə uşaq dünyaya gətirən başqa bir ana, hansı ki oğul uşağı dünyaya gətirir. Bu ana isə növbədə və yenə qız uşağı dünyaya gətirir. Ana nə edir? Qorxudan götürür o oğul uşağını özünə, öz qız uşağını verir ona. Bu ana ki, əsl oğul uşağının anasıdır. Nə qədər müraciət edir, müraciətinə səs verən olmur. O vaxtda indi kimi bu analizlər yox idi, ya ekspert yox idi, ya tibbi müayinələr yox idi ki, biləsən ki, bu kimdir? Ana bilmir dərdin kimə desin. Gəlir Həzrət Əleyhisselamın qapısını döyür. Deyir, mənə kömək elə, övladımı əlimdən alıblar. Həzrət Əleyhisselam baxın nə edir o zaman, o dövr. Heç kəsin ağlına gəlməyən, bəlkə bugün də hələ çoxları bunu bilmir. Hər iki ananın, təzə uşaq dünyaya gətirmiş ananın südündən eyni miqdarda istəyir. Və onları qoyur tərəziyə. Tərəziyə qoyduqdan sonra o süd ki ağır gəlir, Həzrət buyurur ki, bu oğul uşağı bu ananındır, bu qız uşağı bu ananındır. Və sonradan tarix sübut edir ki, tip sübut edib ki, elm sübut edib ki, oğlan uşağının dünyaya gətirən ananın südü ilə qız uşağı dünyaya gətirən ananın südündən fərq var. Yəni, səki dərəcəsində, ağırlığında. Bu Həzrət Əleyhisselamın bir qəzabəti, növbəti. Yəni, o da Həzrət Əleyhisselam fəzilətləri haqqında danışanda bəziləri deyirlər ki, siz bu qədər niyə danışırsınız? Biz hələ bildiyimiz bu qədərdir, biz bildiyimiz bu qədərdir. Öyrəndiyimiz, oxuduğumuz bu qədərdir. Nəinki İslam, qeyri-İslam alimləri, Xristiyan alimləri, Yəhudi alimləri, hətta bütpərəstlər belə, Avropa, Qərb, hamısı Həzrət Əleyhisselama öyrənir. Başqa bir qəzavətində Həzrət Əleyhisselamın qabağına gəlib çıxan qəzavətlərdən biri budur ki, bir övladın iki ana iddiası. Birinin bir uşağı dünyaya gəlir, oğul uşağı dünyaya gəlir. O biri ana da uşaq dünyaya gətirə bilmir. Və bir gün qərara gəlir ki, o uşağı götürsün, oğrasın və uşağı götürür, oğrayır və deyir, uşaq mənimdir. Uşağın həqiqi anası nə qədər iddia edir, haqqını əldə edə bilmir, tapa bilmir, sübut edə bilmir. Ana nə edir? Gəlirlər Həzrət Əleyhisselamın yanına. Həzrət Əleyhisselam o zamanənin qazisi, hakimi, baxın görün necə qəzavət edir. Bunları sorğu-sual edir bir-bir, tək-bətək. Həzrət bilir uşağın həqiqi anası kimdir. Sadəcə ətrafdakılara bunu daha aydın şəkildə sübut etmək üçün Həzrət Əleyhisselam axırda deyir, mən belə qərara gəlmişəm ki, bu Zülfüqarla, hansı Zülfüqar? La fətə illə Əli, la seyfə illə Zülfüqar. Əli kimi cavan, gənc, şücaətli, pəhləvan yoxdur, Zülfüqar kimi də qılınc yoxdur. Həzrət həmən Zülfüqarı götürür, deyir, bu uşağı iki yerə böləcəyəm. Yarısı bu ananın, yarısı bu ananın. Uşağın ki, hansı həqiqi anasıdır, əsl anasıdır, tez özünü atır uşağın üstünə qucaqlayır, deyir ki, mən uşağımın ölməsinə razı deyiləm, uşağı verin, uşağın həqiqi anası odur. Amma o biri ana etinasız yanaşır. Həzrət Əleyhisselam buyurur ki, uşağın əsl anası budur, onun ölməyini istəməyəm. Və Həzrət Əleyhisselamın qəzavətlərindən danışdıq. Həzrət Əleyhisselam ibadətdə, namazda, rükuda, hamısı bizim üçün ibrətdir. Həzrət Əleyhisselam ibadətin içində ibadət edir. Rükuda üzüyünü ehtiyacı olana verir. Səcdədə olanda Həzrət Əleyhisselam, hətta Peyğəmbər Rəsulullah sallallahu aleyhi ve sellem bir gün ki, hədislərdə eşitmişsiniz, yığır sahabələri yanına, deyir, hər kət, 2 rükət namaz qılsa və o namazın içində fikri başqa yerə getməsə, ona bir dəvə verəcəyəm. Çoxları namaz qılır, fikri başqa yerə gedir və növbə Əli Əleyhisselama çatır. Əli Əleyhisselama növbə çatanda Əli Əleyhisselam da namazı qılır. Peyğəmbər Rəsulullah da buyurur, ya Ali, sənin də fikrin bir yerə getdi. Buyurur ki, düz deyirsən ey Allahın Rəsulu, mənim fikrim orada idi ki, kaş mənə bir qədər kök dəvə nəsib olaydı, onu çox yerə paylayardım, ondan çox pay edərdim. Həzrət buyurur ki, sən ibadətin içində ibadət etdin. Həzrət Əleyhisselam rükuda üzüyün verir. Namazda o qədər insan özündən qafil idi Həzrət Əli Əleyhisselam kimi. İkinci elə bir varlıq, yəni məsum imamlardan dışarı, kənara biz tapa bilmərik. Biz ibadətdə, namazımızda harada oluruq? Orucumuz, namazımız, həccimiz, bu dini ayinlər ki, yerinə yetiririk. Fikrimiz haralara getmir, kimlərin yanına getmir. Və Həzrət Əli Əleyhisselam
ki, ayağına dəymiş oxu nə qədər həkim, təbib, loğman gəlir, istəyir çıxarsın, Peyğəmbər Rəsulullah sallallahu aleyhi və səlləmə müraciət etdikdə Həzrət buyurur ki, bunun ayağında olan o oxu bir halda bundan çıxartmaq olar. O da harada? Əli namaz halında olanda. Və Əli əleyhissalam səcdəyə gedəndə o oxu onun ayağından çıxartırlar. Ki, Əli əleyhissalam necə Kəbə evində dünyaya gəlmişdi və Həzrət Əli əleyhissalam Allah evində dünyaya gələn varlıq və Allahın evində də şəhadət zərbəsini aldı. Həzrət Əli əleyhissalam döyüş meydanlarında, diqqət etsək, Əbdəvi ilə onun döyüşü bilirsiniz. Xeybər qalasının qapısında. Həzrət Rəsullahın bayrağı sabah elə bir şəxsə verəcəyim ki, o Allahı sevir. O Allah Rəsulunu sevir. Allah və Allah Rəsulu da onu sevir deməsi. Əli əleyhissalamın bir qılın zərbəsinin bütün ins və cinnin ibadətindən üstün olması. Və o da Həzrət Əli əleyhissalam elə bir varlıqdır ki, biz dedik Kəbədə dünya gəlib. Qur'ana baxanda Həzrət Əleyhisselam Qur'anın özündə var. O ayələr ki, Əhl-i Beyt haqqında nazil olub, Həzrət Əleyhisselam haqqında nazil olub, onlar bir yana. Çox məşhur bir hədis ki var Həzrət Əleyhisselam haqqında. Baxın, Əli o qədər böyük bir mövzudur ki, Əli o qədər böyük bir dahidir ki, o qədər böyük bir varlıqdır ki, insan fikrini toparlayıb bir yerdə dayana bilmir. Qur'an və Əli. Hədislərdə buyurulur ki, Həzrət Əleyhisselam buyurur ki, bütün səmavi kitabların sirləri Qur'an-ı Kərimdədir. Qur'anın sirri Fatihədədir. Fatihə surəsinin sirri əvvəlindən Bismillahirrahmanirrahimdədir. Bismillahirrahmanirrahimin sirri ba hərfindədir. Ba hərfinin sirri onun altında olan o nöqtədir. Bilirsiniz, ərəb dilində nöqtəli nöqtəsiz hərflər var. Hətta Həzrət Əleyhisselamın xütbələrinə diqqət etsəz, baxarsınız, ərəblər, alimlər, nəf alimləri, ərəb dilçili alimləri otururlar, mübahisə edirlər ki, ərəb dilində ən çox, məsələn, bir dildə ən çox hansı hərf işlənir? Çox hərflər deyirlər, qərara gəlirlər ki, ərəb dilində ən çox işlənən hərf əlifdir. Və Həzrət Əleyhisselam o alimlərin yanında əlifsiz bir xütbə edir. Bir muizə edir, bir xütbə edir, orada bir əlif hərfi yoxdur. Hansı ki, onlar deyirlər ki, əlifsiz mümkün deyil danışasan. Amma Həzrət əlifsiz danışır. Bilirsiniz, nöqtəsiz bu hərfləri oxumaq olmur. Hətta o təcvid elminin banisi Həzrət Əleyhisselamdır, qiraat elminin banisi, nəf elminin banisi Həzrət Əleyhisselamdır. Nöqtəli hərflər var, nöqtəsiz hərflər. Siz təsəvvür edin, bir ərəb dilində bir sözü nöqtəsiz oxuyasan, bir hərfi, ya bir cümləni, çox çətindir. Amma Həzrət Əleyhisselam xütbələrinin birində bir xütbəsi vardı ki, hamısı nöqtəsiz hərflərdən ibarətdir. Bunu edə bilən ikinci belə bir alim, dua yoxdur. Və Həzrət Əleyhisselam buyurur ki, yəni Bismillahın sirri o bağdadır, bağın sirri o nöqtədədir. Həzrət buyurur ki, o nöqtə mənəm, o nöqtə mənəm. Yəni Qur'anı mən qədər, İncili mən qədər, Tövratı mən qədər, Zabırı mən qədər bilən yoxdur. Hətta Həzrətin öz hədisidir ki, deyir ki, əgər istəsələr Zabır əhlinə Zabırın dili ilə, Tövrat əhlinə Tövratın dili ilə, İncil əhlinə İncilin dili ilə, Qur'an əhlinə Qur'anın dili ilə cavab verərəm. Heç bir şeydən çəkinmədi Həzrət Əleyhisselam. Belə bir varlığı çox təəssüflər olsun ki, dünyanın ən şərəfli, ən ləyaqətli insanı dünyanın ta axirə kimi, qiyamətə kimi ən şərəfsiz, ən ləyaqətsiz insanı qılın zərbəsi olur. Həm Həzrət Əleyhisselama, həm İmam Hüseynə, həm digər imamlarımız, bunlar çox şərəfli insanlar olurlar. Tarixdə bunlardan ikinci alternativ yoxdur ki, görsədəsən belə bir varlıq olur. Və onları qətlə yetirən insanların da zalimdə, zülmdə alternativi yoxdur. Həzrət Əleyhisselam özü buyurur ki, nə qədər çoxdur ibrət dərsləri, insan o dərslərdən ibrət götürsün, amma nə qədər azdır ibrət götürənlər. Bu Həzrət Əleyhisselamın bir hədisi. Həzrətin bir hədisi budur ki, insanlarla elə get-gəl edin ki, ölsəniz sizin üçün ağlasınlar, qəmgin olsunlar, narahat olsunlar. Amma dirilinizdə nə qədər dirisinizsə, o insanlar sizi sevsin, sizin vurğunuz olsunlar. Və həmən o alimin, George Jordaq'ın o kitabından mən bir cümləni sizin nəzərinizə çatdırım. Həzrət Əleyhisselamla bağlı elə birinci xutbamı da bununla yekunlaşdırmaq istəyirəm.
Həmən alim buyurur ki, İlahi Ədalət kitabında, deyir, bütün yoxsulların ac qalmasının səbəbi varlıların onların haqqının mənimsəməsindədir. Bu kitabı bu yazı ilə əvvəllərində başlayır və sonluğu da elə bununla da tutarır. Böyük bir alim, böyük bir varlığın biz mövlud günlərini yaşadıq, Allah bizə nəsib elədi və xoş olar onda bizim halımıza ki, biz əli üçün sadalatdığımız bu fəzilətlərin birinin daşıyıcısı da biz olaq. Çünki qiyamətin günündə biz Peyğəmbər, Əhl-i Beyt, səhabələrlə üz-üzə gələndə, imamlarla üz-üzə gələndə biz deyərik, biz sizi təriflədik, məhv elədik, sizdən danışdıq, qulaq astıq. Amma görək, onlarda olan fəzilətləri birin özümüz həyata keçirə bildik ya yox. Onda biz sevinə bilərik. Onda bir əsl Peyğəmbər, Ali, Allah, Əli aşıq ola bilərik ki, onların fəzilətini, onların sifətlərini hansınsa özümüzdə cəm elə bilərik. Nəyin ki, hansını çalışmalıyıq, hamısı üzərində çalışaq. Allah bizi dünya və axirətdə Qur'an, Əhl-i Beytdən ayrı salmasın inşallah.